Gənclər bəzən qorxurlar ki, mənim ali təhsilim yoxdur, mən bura getməyim, müraciət etməyim. Yox, qətiyyən elə deyil. Bizdə olan bu sistemin analogu yoxdur. Elə maşın var ki, gəlir, elə bir dərdlə gəlir ki, minik avtomobillərlə tır avtomobillərinin arasında çox fərq var. Bunlar beynəlxalq yük daşıma ilə məşğul olurlar. Yəni bunlar bir oturma, sürücü buradan yükü yükləyir, çıxır. Yəni 10 min, 15 min kilometr yol gedib gəlir. Yəni tır sürücülərinə tövsiyəm odur ki, yola çıxmazdan əvvəl yəni maşının nasazlığına baxmalıdırlar. Əgər bir nasazlığı varsa, o nasazlıqla yola çıxmaq düzgün deyil. İşin asan tərəfləri də olur, çətin tərəfləri də olur. Elə bir nasazlıqla gəlir maşın ki, onun nasazlığını yəni tez bir zamanda da həll eləmək olur. Elə maşın var ki, gəlir, elə bir dərdlə gəlir ki, onu yəni prosesi biraz uzun çəkir. Elə olur, gəlir maşındır, elə bir ehtiyat hissəsi var ki, sökülür, yəni o ehtiyat hissəsi bizə lazımdır. O axtarışı ilə məşğul olurlar. Yəni buradan tapılmayan ehtiyat hissələrində yəni zakaz eləyib xarici ölkələrdən gətiririk. Bizim işimizin əsası maşınların saz vəziyyətdə saxlanması üçün düzgün diaqnostika olunması, maşınların uzaq mənzilli reyslərdə işləmələrinə nəzarət edilməsi, bizim şirkətimizin daxili özümüzün yaratdığımız sistemləri var, hansı ki imkan verir maşınlarımızın telemetrik parametrlərini nəzarət eləsin, uzaqdan diaqnostika olunsun, bunların temperatur rejimlərinə nəzarət olunsun, hava sistemlərinə nəzarət olunsun. O sistem unikal bir sistemdir. Yəni bizdə olan bu sistemin analogu yoxdur. Bizim sistemdə nəqliyyat vasitəsinin bütün parametrlərini göstərir, mühərrikin vəziyyətini, əylət sisteminin vəziyyətini, faktiki bu soyuducuların elektronikasında sürücü tərəfindən təsdiqlənmiş temperatur, faktiki temperatur rejimi nədir, istehsalçı tərəfindən qoyulmuş bütün daçik və sensorları biz canlı yayımda bütün marşrut boyu izləyə bilirik. Bizim şirkətdə işçi əməyinə yüksək dəyər verilir. Vicdanı, sadiqliyi, zəhmətkeşliyi ilə seçilən işçilər mütləq dəyərləndirilir. Təcrübəsi olmayan, bu sahəyə sevgisi olan, doğrudan da istəyi olan gənclərimizə dəstək verən bir şirkətik. İnanın ki, bugün bizim şirkətdə praktika, yəni biz universitetlərlə də əməkdaşlıq edirik, bura təcrübəyə gələn tələbələr var. Onlardan belə daha sonra iş üçün müraciət edənlər var ki, biz onları mütləq dəyərləndirmişik. Hətta elə olub ki, biz özümüz onlara iş təklif etmişik. Gənclər bəzən qorxurlar ki, mənim ali təhsilim yoxdur, mən bura getməyim, müraciət etməyim. Yox, qətiyyən elə deyil. Peşə təhsili ola bilər və yaxud da təcrübə təhsili ola bilər. Bunlar çox önəmli məqamlardır. İşçi var ki, ali təhsil yoxdur, amma sırf ailəsinin gördüyü ustalıq işləri var ki, öyrənib və gəlib peşə təhsili ilə çox mütəxəssis şəkildə yetişib. Yəni, bacarıqlarını vurğulasınlar, yazsınlar, təhsil olmasa da qeyd eləsinlər. Özləri haqqında önəmli məqamları vurğulasınlar orada.